Azərbaycan ərazisinin Gürcüstan ərazisindən təxminən 25% çox olmasına baxmayaraq, 2024-cü ildə Gürcüstana Azərbaycandan təxminən 3 dəfə çox turist səyahət edib. Azərbaycana gələn turistlər Gürcüstana gələn turistlərdən təkcə kəmiyyəti yox, eyni zamanda keyfiyyət etibarı ilə fərqlənir. Ağlınıza ərəblər, hindistanlılar gəldi, gəlməsin. İqtisadiyyatda bir turistlə bağlı əsas 2 faktor nəzərə alınır. 1. Turist ortalama nə qədər xərcləyib? 2. Xərclənən pul iqtisadiyyatda öz əksini harda tapıb? Qısaca, nə qədər xərcləyib, harda xərcləyib? Azərbaycana əsasən 2 tip turist gəlir. Birincisi idman və beynəlxalq tədbirlərə gələn turistlərdir. İkincisi isə Azərbaycana mədəni və təbiət səyahətinə gələnlərdir. Gəlin hər iki qrupun xərclədikləri pulun arxasınca düşək və iqtisadiyyatda öz əksini necə tapıb buna baxaq. Birinci qrup hava limanından hər hansı nəqliyyat şirkəti vasitəsilə otelə keçir. Oteldə qalır. Oteldən tədbirin keçiriləcəyi məkana gedir, gəlir. Yeməklərini və istirahət fəaliyyətini isə bir neçə məşhur restoran və bizneslərdə edir. Nə qədər pul xərcləməsindən asılı olmayaraq gördüyünüz kimi pul daha çox şəhər mərkəzində qaldı və əsasən böyük və xarici sərmayə sahiblərinin əlinə keçdi. Xarici sərmayə sahibi dedikdə, misal üçün zəncir otellərin Azərbaycandakı filiallarını görə bilərik. Burada xərclənən pulun böyük bir qismi zəncir otel markasının sahib olduğu ölkəyə gedir. O turistdən ölkəyə çatan biraz vergi, biraz da aşağı maaşlı işçilərə ödənən maaşlar olur. İkinci qrup isə hava limanından çıxır, şəhərə gəlir, bir hosteldə və ya oteldə qalır. Oteldə qaldıqdan sonra regionlar arası işləyən taksi və ya avtobusla regiona, misal üçün Qəbələyə, Qubaya səyahət edir. Regionda da bir dağ taksisi ilə dağ kəndlərinin birinə gedir. Orada hiking eləyir, kənd evində qalır, kənd evində qidalanır və ya bütün bu xidmətlərin hamısını müəyyən yerli şirkətlər vasitəsilə alır. Baxın, bu çox dəyərlidir. Burada demək olar ki, pul sızması baş vermədi. Burada xərclənən bütün pul əhalinin daha çox pula ehtiyacı olan təbəqəsinin əlinə keçdi. Əlavə olaraq bu pul həmin ərazidə iqtisadi canlanma yaradır. Hətta turizm fəaliyyəti ilə məşğul olmayan insanlar da daha ucuz dağ nəqliyyatı, mədəni fəaliyyətlər əldə etmiş olur. Ən əsası hamımızın zərərinə olan regiondan Bakıya köçün biraz olsun zəifləməsinə səbəb olur. Növbəti dəfə hər hansı idman tədbirinə gələn turisti görüb sevindikdə bir daha düşünməyinizi istəyirəm. Növbəti videolarda regionlardan Bakıya köçün niyə zərərli olmasından və digər iqtisadi mövzulardan danışacağıq. Qaçırmamaq üçün videonu bəyənin, səhifəni izləyin. Sağ olun, sağlıqla qalın.